Bəzən valideynlər bizdən onların yaşadıkları çətinlikləri övladlarına başa salmağımızı istəyirlər. Yəni sənin anan və ya atan bu kimi çətinliklər yaşayıblar, ona görə filan şeyi edə bilmirlər, sən də onları başa düş və sair deməyimizi istəyirlər. Onsuz da psixoloji seans elə bir prosesdir ki, orada hər bir insan öz ailə tərkibi ilə birgə analiz edilir və mövzu hərtərəfli danışılır. Ancaq mənim diqqət çəkmək istədiyim məsələ odur ki, bəzən valideynlər əllərində olmayan imkanlar bir yana, əlində olanı da övladdan əsirgəyə bilirlər. Sağlam ailə mühitində böyüyən uşaqlar onsuz da real imkanların fərqində olurlar və adətən qeyri-adi tələblər irəli sürmürlər. Ancaq o ailədə ki, valideyn övladına hətta xoş söz belə demir ki, mənə də ailəmdə xoş söz deyilməyib və mən xoş sözdən asılı olmayan möhkəm adam olmuşam. Qoy övladım da belə olsun düşüncəsi ilə davranır. Onda əlində olanı əsirgəmiş olur. Və uşaq da bunun fərqində olduğu üçün daha kəskin tələblər irəli sürməyə başlayır. Əziz valideynlər, gəlin səmimi olaq. Övladınıza verə bilmədiyiniz və ya vermədiyiniz maddi-mənəvi imkanların hansıları həqiqətən yoxdur, hansılarını isə siz vermirsiniz?